Bugünkü tədqiqatlardan görürük ki, Neandertalların beyni bizim, yəni Homo sapiens dediyimiz növün beynindən daha böyük olub. Amma həyatda qalmamız çox güman ki, sosiallığımızın daha çox inkişaf etməsi sayəsində olub. Ov edərkən daha yaxşı əlaqələr Əməkdaşlıq eləmişik, ünsiyyət qura təşkilatlanmışıq. bilmişik, bəli. Buna görə də Neandertalların bizdən zəifliyi sosiallıqlarının az olması idi. Ona görə də öz nəsillərini bugünkü günə qədər davam etdirə bilmədilər. Amma biz davam etdirə bildik. Deməli, sosiallıq bizim həyatımızda çox önəmli bir rol oynayır. Biz insan olaraq ümumiyyətlə bir şeyi normallaşdırırıq. Hər şey bir rəqəm daxilinə, norma daxilinə salmağa meyilliyik. Normanı da biz yaradırıq, insan təfəkkürüdür. Yəni, baxırıq dünyadakı bütün insanların ortalamasına. Əgər insanlar daha çox bu hərəkət edirlərsə, məsələn, deyək ki, gələcəkdə hamı boşanacaqsa, növbəti nəsillər üçün artıq bu normal hal olacaq. Amma əsas məsələ bunun normallaşmağına icazə verməliyik, yoxsa yox. Məsələ budur.